Çok değerli Karavanlar Sanat izleyicileri, Azerbaycan'da çekimlerimiz devam ediyor. Yine Yazıcılar Birliği'nin, Azerbaycan Yazıcılar Birliği'nin konağıyız, misafiriyiz. Bize tahsis edilen yerde çok kıymetli sanatçılarımızı misafir etmeye devam ediyoruz. Bu haftaki konuğum Kulu Akses. Kendisi şairdir. Aynı zamanda Yıldız Dergisi baş editörüdür. Evet, hoş geldiniz. Siz hoş geldiniz aslında. Biz de hoş geldik. Siz de her ikimiz hoş geldik. Hepimiz de hoş geldik. Nasılsınız? Teşekkür. Vallahi yaxşıyıq, şükür Allaha. İlin sonudur. Evet, Sevinirəm ki, daha bir ili başa vurduq və Allahın izni ilə növbəti ili yaşamağa doğru gedirik inşallah, inşallah. inşallah. Şimdi derginiz elimde. Dergiye biraz baktım. Şiir ve hikayeler, her türlü makaleler ya da köşe yazıları gönderenlerin eserlerini yayınlıyorsunuz. Ben şunu merak ediyorum. Türkiye'de de dergicilik çok sevilen bir şey. Ancak genel olarak dergiler pek ayakta kalamıyor. Ekonomik nedenlerle, sıkıntılarla 2 sayı, 3 sayı, 5 sayı direnenler mümkün olduğu kadar böyle hep gönüllü, insanların gönüllü emekleriyle ayakta kalıyor. Siz nasıl çalışmaları yürütüyorsunuz dergiyle ilgili? Bizim ötən il deməli Ankara'da basılan Genç Yüreklər dərgisi ilə bir əməkdaşlığımız oldu. Möhtərəm Şahin bəylə. Onlar bir neçə ildir çap olunur və biz belə qərara gəldik ki, Ulduz Aylıq Ədəbiyyat dərgisini Ankara'da çap eləyək və Ankara'da çap olunan yazılar Azərbaycan türkçəsində çap olunsun. Və onların da yazıları bizdə çap olundu. Gənc Ürəklərin Azərbaycanda Ulduz dərgisində və belə qərara gəldik ki, Türkiyə türkçəsində. Çünki bir şey deyim sizə. Bizim şüarımız nədir? Bir millət, iki devlət. Evet. Bir millətin dili Türkçe iki dili ola bilər? olmaz. Olmaz. Ona görə dedim ki, zəhmət çəkib həm türkçəsində oxuyanlar, həm Azərbaycan dilində oxuyanlar bu dilə qatlaşsınlar, öyrəşsinlər. Yəni uzun illərdən sonra başa düşsünlər ki, biz əslində eyni dildə danışırıq, eyni ədəbiyyatı bölüşürük. Və onlar biləndə ki, cəmi bir neçə ildə çap olunan Gənc Ürəklər qoskoca bir ulduzla əməkdaşlıq edir. Mənim Ankaralı dostlarım əməlicə təəccübləndilər. Çünki Ulduz Ədəbiyyat dərgisi 1967-ci ildən bəri çap olunur. Maşallah, çok güzel. Və 2 il sonra artıq 60 illik olur. Bu Azərbaycan Yazıçılar Birliyinin orqanıdır, amma bu Azərbaycan Yazıçılar Birliyinin ən gənc orqanıdır. Çünki 100 yaşında Evet, orqanlarımız var bizim evet. və biz onların balaca qardaşlarıyıq. Əlbəttə, ədəbi orqanların uzun ömrü olmağı şart, həm də ümdə şart. Nəyə görə şart? Biz təkcə yaxşı yazıları çap eləmirik. Biz təkcə yaxşı ədəbiyyatı təbliğ eləmirik. Evet. Bu əgər satışa çıxarılırsa, satışın bir ümdə şərti var. Nədir bu? İnsan hər gün, hər ay rastlaşdığı dərgini, qəzetəni almaqdan vaz keçə bilmir. Evet. Ona gəlir ki, bu ən yaxşısıdır. Yəni, burada dövrlük, mütəmadilik, daimilik böyük şərtdir. Ulduz dərgisi illərdir ard-arda çıxdığına görə artıq o satış bazarında da öz yerini tutur. Mən arzu eləyərdim ki, Türkiyədə də, Azərbaycanda da sonradan nəşr olunan ədəbiyyata xidmət edən qəzetlər, saytlar, dərgilər belə uzun ömürlü olsunlar. Evet. Nəyə görə? Çünki onlar ədəbiyyat adına deməli çıxırlar və ədəbiyyat adına çıxan hər bir şey uzun ömürlü olmalıdır. Çünki şeirin də ömrü yoxdur, nəsrin də ömrü yoxdur, tənqidin də ömrü yoxdur. Onlar daimidir. Onların ömrü bəlkə də sonsuzdur. Və yaxşı olar ki, əbədi sənətə xidmət edən dərgilər də çox yaxşı olar ki, əbədi olmasalar da heç olmasa uzun ömrlü olsun. Çok doğru. Çok doğru, güzel. Dergiye
Azerbaycan'ın haricinde Türk dünyasından yazı gönderenler oluyor mu? Yani başka şairler, yazarlar, E, Türkiye'den dostlarınız ya Bakın da bizim adrese son gönderenler. sayılarımızdan biri, son sayılarımızdan biri. Evet. Deməli, e, Dünya Gənc Türk Yazarlar Birliyi ilə birgə çapımızdır. Dünya Gənc Türk Yazarlar Birliyində Türk dilli ölkələrin və əqrəba topluluqların bütün yazarları çap olunublar. Çok Yəni onların bir qismi Rusiya Federasiyasında yaşayırlar və oranın respublikalarının üzvləridir. Və orasında deyim ki, son sayımızda, bu bizim ilk işimiz deyil, Monqolistandan belə biz deməli bir müəllif cəlb eləmişdik. Və necə ki, məsələn, Turanın sınırları bəsbəllidir, bütün az qala dünyanı əhatə eləyir. Bizdə çap üçün hər yerdən müəllif gəlir, hər bir yerdən. Və biz hər ay jurnalın PDF-in Ankara'ya göndəririk. Orada da Türk dili ölkələrin dərgilərinin saytı var. Ulduz ayrıca illərdir ki, ora qoyulur. çok Ayrıca iyi. olaraq. Yəni bizi Türkmənistan da görür, Qazaxıstan da görür. Məhz Türkiyənin xidməti də bu. Onun hesabına. Onlar bizə təklif edərlər, biz sevə-sevə razılaşdıq. Hətta Ankara'dan bizə para təklif etdilər ki, siz bunu göndərsəz biz sizə para ödəyərik. Mən dedim ki, bizə heç bir para lazım deyil. Bizim üçün fəxirdir ki, bizi Türk dili ölkələr görsünlər və biz bu işi həyata keçirə bilək. Evet. Şimdi Ona o zaman görə bizdə artıq elektron dünyadır. evet. Ən müxtəlif yerlərdən, ən müxtəlif ölkələrdən, ən müxtəlif qitələrdən, materiklərdən yazılar gəlir və biz onları sevə-sevə çap edirik. Bir şərtlə, ədəbiyyat dərgisinin yeganə bir şərti var. Tabii. Çapa yararlı olsun. Doğru. Ədəbi meyarlara cavab versin. Və Türkiyədən də bizim dostlarımız çoxdur, onlar sayısız hesabsızdır. Yəni bütöv dərgiləri el olur ki, bütöv bir nömrəni biz onlara həsr edirik. Çok güzel. Değerli izleyiciler, şiir yazanlar ya da edebiyat dünyasında olanlar, Türkiye'deki dostlarımız ya da şu anda bizi izleyenler, amatör de olsanız bence dergiye, internette de ulaşabilirsiniz mail adresine. Mailinizi gönderin, eserleriniz incelensin. Böyle güzel bir dergide, 60 yılını dolduracak bir dergide eserinizin çıkması sizin gelecekteki kariyeriniz için de çok önemli olacaktır. Bu çalışmalardan dolayı da teşekkür ediyoruz size. Siz aynı zamanda arada- şairsiniz. Bəli. Bir şiirinizi dinlemek isteriz izleyicilerimizle birlikte. Olar. Mənim son vaxtlar ən çox yayılan bir şeirim var. Sosial şəbəkələrdə. Özüm şəbəkələrdə olmasam da, amma şeir çox yayılıb, bir televiziya kanalından götürüb onu, o hissəni paylaşıblar və mən o şeiri səsləndirmək istəyirəm. Buyurun. Atam bu dünyada o dünyanın cəhənnəm əzabını çəkib. 41-45-də faşistlərlə döyüşüb Kerçdə. Atəş kəsiləndə ya da siqaret fasiləsində. Külahlıda odun doğrayıb ya da axıra ot töküb. Üzünü xatırlamıram deyə hərdən elə bilirəm məni öləndən sonra əkib. Bir tikə çörəyin dərdindən gecə yatmayıb, gündüz yatmayıb. Tabutdan başqa heç yerdə ayaqlarını oxa ilə uzatmayıb. Şəkli də qalmayıb, darxanda köksümə sıxam. Bütün ömrü dincəlsəm də doymuram. Atamın yorğunluğu mənim canımdan çıxır. Evet, güzel bir betimleme de örneği olmuş. Atamın yorgunluğu benden çıkıyor. Bəli. Çok güzel bir anlatım biçimi olmuş. Şimdi şiirlerinizde genel olarak konu nasıl? Konu dağılımı nasıl? Mən əvvəllər şeirimə ad qoyurdum. Sonra qərara gəldim ki, şeirin bir adı var, şeir. Evet.
Tekrar bir ada ihtiyaç yok. ehtiyac yox. Evet. Və mən uşaqkən yazmağa başlayanda şeirlərimə tarix qoyurdum. Sonra başa düşdüm ki, şeirə tarix qoymaq olmaz. Şeir tarixi ötməlidir. Yəni şeirin zamanı olmaz. Və şeirin mövzusu da olmaz. Yani şair Hər şeydən atmosfere yazmaq göre, olar. duruma göre Bəli, hər şey şeirə çevrilə bilər. evet. Yetər ki, sənin buna başarın olsun, istedadın olsun, həvəsin olsun. Yəni zəhmət çəkəsən, işləyəsən bir mövzunu, dünyada şeirə gələ bilməyən heç nə yoxdur. Ən duyğusal, ən ümdə, ən böyük mövzu nədir? Vətəndir, anadır, sevgidir. O mövzuda çox zəif şeir yazmaq olar. Amma tutaq ki, bir ən yerə düşən bir ağac budağından, yaprağından, yaxud bir çöpdən çox gözəl bir ədəbiyyat nümunəsi yaratmaq olar. Dünyada şeirə gəlməyən bir mövzu yoxdur. Onu gətirə bilməyən şair var. Necə ki, dünyada pis kitab yoxdur, pis naşir var. Doğru. Yəni, elə bir kitab yoxdur ki, o pis olsun. Pis naşir var. Dünyada pis şeir yoxdur. Pis şair var. Dünyada pis editor yoxdur. Pis dərgi yoxdur, pis editor var. O baxımdan düşünürəm ki, hər bir şey ədəbiyyatın mövzusu ola bilər, məhsul ola bilər. Amma məsələ lap dünənlərdə, lap köhnələrdə qoyulduğu kimi dəyişməz olaraq qalır. Məsələ nədən yazmaq deyil, məsələ siz türklər demiş, nasıl yazmaq. Nasıl yazmak? Nasıl yazmaq? Yəni biz nasıl yaza biliriksə, bizim uğurumuz o. Nədən yəni ən gözəl şeylərdən yazmaq olar. Amma o oxunmaya bilər. Ən adi şeylərdən yazmaq olar. Və o ədəbiyyatın hansısa bir şedevrinə, hansısa bir meyarına çevrilə bilər. Doğru. Aslında güzellikler dediğiniz acılar mesela acıların üzerine yazılmış şiirler daha güzel diyoruz. Aslında acı ve güzel kavramları bir potada erimiş oluyor. O da şairliğin ve şiirin çok olağanüstü bir şey olduğunu gösteriyor. Mesela acı üzerine işte Karabağ üzerine yazılmış şiiri okuyoruz örneğin. Diyoruz ki ne kadar güzel yazılmış. Halbuki o yazılmış olan her kelime büyük bir acı. Şehitlerimiz, Doğrudur. kanlarımız, bebeklerimizin Doğru. öldürülmesi. Ama düşünebiliyor musunuz? Sanat öyle bir şey ki sanat olarak güzel diyoruz biz ona. Aslında şiirin içeriğine değil. İçeriği çok acı. Bəli. İçeriğini hiç yaşamak istemeyiz. Ama şiiri çok güzel hale getiriyor o acılar demek ki. Bugün dünyanın, eləcə Yaponiyanın, eləcə Cənubi Koreyanın, Amerika Birləşmiş Ştatlarının, inkişaf eləmiş ölkələrin, super güclərin, alimlərin çözmək istədiyi bir sorun da var. Zaman maşını. Ədəbiyyat bu işi çoxdan görür. Evet, zamanı çoktan aştı. Zaman Çox, makinesini bəli. çoktan yaptı. Xüsusilə poeziyada zamana biz istənilən vaxtı körpə oluruq, cocuq oluruq, istənilən vaxtı ixtiyar bir kişi oluruq. Doğru. Düzdürmü? Doğru, doğru. Deməli bu məsələnin örnəyi nədir? Bədii ədəbiyyatdır, şeirdir, hekayədir, nağıldır, masaldır. Doğru. Yəni Azərbaycan xalq nağıllarında bir şey vardı. Uçan xalça. Hı hı. Düzdürmü? Evet, evet. Sonralar adamlar uçaq istehsal elədilər. Mənə gəlir ki, o folklorda təyyarə, uçaq Evet. çoxdan deməli kəşf olunmuşdu. Uçan xalça nə idi? Bir yerdən başqa yerə nəhrlərin üstündən yarım saata çatırsan. Evet, Eləmi? öyle. Bu nağılda var idi, təfəkkürdə var idi, Vardı. ədəbiyyatda var idi. Sonra elm buna gəldi. Zaman maşınında ədəbiyyatda var. Doğru. İnanıram Yani ki, bir şair, elmdə şair doğmadan önceki dönemi bile bəli, dile getirebilir. Öldükten sonra ana bətnən xatırlayır Evet. şair. Ana bətnən. Ana bətnindən qabaqki dövrün xatırlayır. Əgər yəni biz görmədiyimiz yerləri görürüksə, olmadığımız yerləri gəziriksə, nə ilə gəzirik biz? tabii nasıl geziyoruz? Təxəyyüllə gəzirik. Evet, hep hayal Düzdürmü? ediyoruz. Doğru. Xəyalla. Və xəyal özü də demək ki, olduqca deməli
yəni xəyal deyəndə biz nəyə nəzərdə tuturuq? Sonsuz bir qarşımızda bir nəhayətsizlik canlanır ki, onun həddi hüdudu yoxdur. Və biz düşünürük ki, xəyalda biz dünyada istədiyimiz hər bir şeyə nail ola bilərik. Eləmi? Elə. Və hətta bəzən həyatda nəyəsə nail olmuruq. Düşüncədə, xəyalda ona nail oluruq. Elə. Baxın biz nə qədər xoşbəxtik. Adamlar var ona həyatda nail olurlar, mutsuzdular. Xoşbəxt deyillər. Doğru. Biz şairlərin, qələm adamın üstünlüyü odur ki, biz xəyalda bir sevirik, vuruluruq, sevilirik və xoşbəxtik. Adam var ki, onu əldə eləyir, amma xoşbəxt deyil. Deməli, ədəbiyyat mənim fikrimə görə süni intellektin siz ona deməli, süni intellektə siz Türkiyənin özündə də görürəm çox önəm verirsiniz ki, tərcümələr eləyir, şərqlər bəstələyir və s. O mənə gəlir ki, şiir də yazır süni intellekt. O mənə gəlir ki, insan zəkası, insan amili heç vaxt süni intellektə uduza bilməz. Evet, çok güzel. Mənim fikrimcə, biz həmişə deməli, öz duyğularımızla, öz deməli, istirablarımızla, öz sevincimizlə, emosiyalarımızla istənilən kompüterə, istənilən süni intellektə, istənilən internetə biz qalib gəlməyə bacaracağıq. Səbəb çox sadədir. Biz Allahın yaratdıqlarıyıq, Tanrının yaratdıqlarıyıq. Süni intellekt, internet və s. kompüter, robot, onlar bizim yaratdığımızdır. Ola bilməz ki, Allahın yaratdığı ilə insanın yaratdığı bərabər olsun. Mümkün değil. Biz mütləq ondan bir baş üstünük. Üstünüz, evet doğru. Çünki bizim çəkdiyimiz istirabı, bizim gözümüzün yaşı, bizim ürəyimizin sevinci, məsələn, ritmimiz artır sevinəndə, təzyiqimiz artır, yaxud azalır, kədərləndə və yaxud. Onu robot eləyə bilməz. Mümkün değil. Bədii ədəbiyyat, məsələn, o aşırı təzyiqin, yaxud da ki, o düşük ritmin məhsuludur. O orta stabil neyse həyat tərzinin məhsulu ola bilməz. Çok doğru. Evet, şiiri çok net anlattı aslında Kulu Bey. Siz de fark etmişsinizdir. Şairin... Evet. Son vaxtlar bu Turan birliği reallaşır. Türk əqraba topluluqları, Türk cümhuriyyətləri arasında bağlar, körpülər getdikcə artır, bu çox sevindiricidir. Və belə bir sual da olur. Ortaq Türkçə necə yaranır? Mən bu mövzuda bir neçə veriş eləmişdim. İllər öncə 2008-10-cu illərdə televiziyada və orada da dedim ki, ortaq alimlərlə dedik. Dedim, ortaq Türkçə artıq yaranmalıdır. Bu Türkiyə Türkçəsidir. Çünki mən Xəzər şeir axşamlarına gələn Qazaq qardaşımla, Özbəklə də, başqa da, Qırğızla da, hamısıyla Türkiyə Türkçəsində danışıram. Onlar Azərbaycan Türkçəsini bilmir, mən Qazaq Türkçəsini bilmirəm. Düzdürmü? Amma orada da Türkiyənin məktəbləri, okulları var. Və üstəlik, sizin bütün seriallar orada da göstərir, seviyyəsi. Doğru. Söz serialı, Quruluş Osman və s. Bizi də baxılır seviyyəsi. Və deməli, artıq Türkiyə ortaq Türkçəni yaradır. Üstəlik, yay aylarında hamı, bütün Türk cümhuriyyətləri hara gedir? Dincəlmək, əyənbaş almaq, əlbis almaq, hara gedir? Hamı üstü Türkiyə. Və Türkiyə artıq bu funksiyonu öz üzərinə götürür. Bu rolu, bu tarixi bir funksiyadır. Bu Azərbaycan dilinə xələl gətirmir, Qazaq dilinə xələl gətirmir, Qırğız dilinə xələl gətirmir. Sadəcə biz əskidə olduğu kimi Rus dilində deyil, indi öz dilimizdə ləhcə fərqini danışıq, bu bizim üçün daha gözəldir. Və mən çox istəyirəm ki, bizim necə ki ədəbi dərgilər artıq işbirliyi yaradır.
Bizim çok istəyərdim ki, bu verilişdən istifadə edib, üstü demək istəyirəm ki, bizim kitab mağazalarımız olsun. Çok doğru. Yəni rəflərdə bütün türk dili ölkələrin ədəbiyyatları olsun. Mən yaşda olan bir türkmənləri tanısın. Mən özüm yaşda olan bir Qazaq şairi tanıyım və bu əlaqələr get-gedə genişlənsin. Mən bunu arzu edirəm. Bundan ötürü də demək olar ki, artıq işlər gedir. Ölkələr arasında, ölkə başçıları arasında bu mehribanlıq, səmimiyyət, dostluq varsa, təbii ki, bu ədəbiyyata sirayət edəcək və biz yaxın 5-10 il ərzində, 15 il ərzində bu ədəbiyyatlarımızın da dostluğunu görəcəyik. İnşallah. Evet, konakta olduğunuz için çok teşekkür ediyorum. Ulduz Dergisi baş editörü Ulu Akses konuğumuzdu. Başka bir programda görüşmek üzere. Hoşça kalın ve size de teşekkür ediyorum. Siz sağ olun, var olun. Çok değerli Karavana Sanat izleyicileri, bir yeni programımızla daha sizlerle birlikteyiz. Azerbaycan yazarlarını, şairlerini, araştırmacılarını misafir etmeye, konuk etmeye ve muhabbetle söyleşilerimizi yapmaya devam ediyoruz. Bu haftaki konuğum şair Azize Ağa Hüseyin kızı. Hoş geldiniz. Çox təşəkkür edirəm Mahmud bəy. Nasılsınız? Çox təşəkkür edirəm sizə. Siz hər dəfə Bakıya, Azərbaycana gələndə biz çox sevinirik. Uzun müddətdir biz sizi tanıyırıq. Siz hər dəfə gələndə bizim söz adamlarımızı, şairlərimizi yad eləyirsiniz, bizim şeirlərimizlə maraqlanırsınız. Bu dəfə də bizim yazılarımızla, kitablarımızla maraqlandığınız üçün təşəkkür edirəm. Evet, Sizin ben de. kərvan verilişinizə də, sizə də Mahmud bəy təşəkkür edirəm ki, bizi axtarmısınız, uğurlar arzulayıram. Sağ olun. Bizi dinləyən dinləyicilərin hər birinə təşəkkür edirəm. Evet, ben de teşekkür ediyorum. Çok sağ olasınız. Şimdi Azize Hanım, seyircilerimiz sizi biraz daha yakından tanısın. Şair Azize Ağa Hüseyin kızı kimdir? Çox gözəl sualdır, təşəkkür edirəm. Mən hələ orta məktəb illərindən oxuyanda mən şeir yazmağa həvəsim olubdu. Azərbaycanın Aran bölgəsi, Aran Qarabağı, Beyləqan rayonunun Dünyamallar kəndində doğulmuşam. Dinləyicilərimizə məlumat üçün deyirəm ki, kənddə böyümüşəm, orta məktəbi kənddə oxumuşam, əla qiymətlərlə oxumuşam və ali təhsil almışam, Bakı Dövlət Universitetində oxumuşam və Bakıda 45 ildir yaşayıram. Burada da ailə qurmuşam, burada evlatlarım burada böyüyüblər. Yaradıcılığımı da elə Bakıda davam elətdirmişəm. Bir neçə şeir kitablarının müəllifiyəm. Şeir mənim üçün həyatdır. Söz, musiqi, şeir mənim həyatımdır. Yəni yaxşı bir şeir yazanda sanki qanatlanıb uçmaq istəyirəm. Deyirəm ki, başıma dolanıb pərvanə kimi, ağlımı başımdan alırsan ay söz, sinəmdə çırpınan odlu qəlbimi alıb əllərində çalırsan ay söz. Bir anda ruhumu uçurdub göyə, hecalar, misralar söz yeyə-yeyə, bu fani dünyada yaşayım deyə, mənimlə baş-başa qalırsan ay söz. Qəlbin kürəsinə hayanla düşdün, Tanrı dərgahından ruhuma köçdün, sinəmdə közərdin, sinəmdə düşdün, dilimin ucunda yanırsan ay söz. Uçub getsən əgər ürək dağımsan, sehirli bir aləm, qəmli çağımsan, doğmasan, hamıdan mənə yaxınsan, qəlbimin evində qalırsan ay söz. Sinəmə çırpılan dalğasan nəsən, qeybdən ruhuma qonan nəğməsən, bəlkə söyləyəsən, hardan gəlmisən, bəlkə biyabanda bir tütək səsi, bəlkə də çiynimə qonan mələksən, bəlkə də çiynimə qonan mələksən. Mən şeiri belə sevmişim. Maşallah ne kadar güzel. Şimdi değerli izleyiciler, Asya bizim Azerbaycan'daki dostlarımızla özellikle kadın şairlerle ilgili birçok yerde ben bu düzeltmeyi yapıyorum. Bazılarınız da diyebilirsiniz. Çok da umurunuzda, önemli değil, umurunuzda değil diyebilirsiniz ama şimdi Azize Hanım da kendini ilk şaire diye söyledi. Ben çok yerde söylüyorum, hani siz de üstünüze alınmayın ama Türkçe'de, Azerbaycan Türkçesi dahil, Türkçe'de müzekker müennes yok. Yani Arapçadaki gibi dişil eril yoktur değerli izleyiciler. Evet, şair
Türkçe'de kullandığımız bir kelimedir. Karşısında da ozan kelimesi vardır. Evet. Ama şaire yani kadınlara şaire denmesi Arapçanın bir zenginliğidir. Evet, evet. Ona bir şey dediğimiz yok ama Türkçe'de dediğim gibi müzekker müennes yani dişil eril yoktur. Maskülen feminen Fransızca'daki gibi eşyaların, nesnelerin yani dişisi erkeği yoktur. İşte kamer, şems gibi. Orada da bunlar var biliyorsunuz. Ben yeri geldikçe hep söylüyorum hani diyebilirsiniz hoca çok mu önemli bu takılabilirsiniz. Bence önemli. Şair şairdir yani kadın ya da erkek değildir Bəli, Türkçe'de. bizdə də elə Evet, şairlərə elə şair deyirlər. Qadın, kişi evet. fərqi yoxdur. Hani Elə şaire şair şairdir də yəni. şair şairdir Bəli. evet. Bir E, də şairə deyirlər ə hərfini artırırlar e, arxasına. Yəni o evet. son vaxtlar hamıya şair deyirlər. Yəni ki Şair evet. o əni artırmaq sanki artıqlıq gətirir. Evet, iyi olmuş o zaman Bəli, bəli, bəli. değiştirmişse. Çok güzel olmuş. Siz 6 kitabınız var Bəli, yanlış 6 kitab bilmiyorsam, müəllifiyəm, değil bəli. mi? 6 kitabınız var. 6 Hepsi kitab. şiir kitabı. Hamısı şeir kitabıdır. Yəni hekayələr də hazırlamışam. Hikayeler de İnşallah o da çapa hazırlamış. gedəcəkdir. İnşallah Povetim də çap var. olunur inşallah onlardan. Bu saat əlimin altında 3 kitabım var. Çok güzel. Hə. Yəni ki, hələ ki çapa verə bilməmişəm. Biraz qayğılarım çox oldu. O yüzden Evet. ailə qayğıları. O yüzden kitabı biraz önəm vermədim. Ancaq kitab çap eləmək mənim ən ümdə arzum olubdu. Sanki bunlar mənim öz Kitaba aşıksınız. bəli, evladım Evet, qədər evladım sevirəm. kadar seviyorsunuz. Kitablarımı evladım qədər sevirəm. Çünki bu kitablarda gedən şeir, çap olunan şeirlərin hər biri mənim evladımdır sanki. Evet. Onların hər birini ürəyimin qanı ilə, ürəyimin duyğuları ilə, ürəyimin ateşi ilə, yağı ilə Kaç yazmışam. yılında ya da hatırlıyor musunuz? Evet, tabii ne zaman başladın sorusunu ben Bəli, de bəli. sevmem. Bəli. Onun bir başlangıcı yoktur aslında şiirin, Bəli. yazının. Ama böyle hani şöyle sorsam, profesyonel olarak şiiri ne zamandır yapıyorsunuz? Yani şiir Mən yazma elə bir işini qeyd profesyonel elədim olarak. ki, orta məktəb illərində hiss elədim ki, mən şeir yazmaq istəyirəm. Şeir yazmağım da mənim atamın bizə bədii kitablar oxutmağından yaranıbdı. Söz ehtiyatını Ya zəngin ailede atada okuyanlar vardır, Atam- sevenler vardır. Atam fəhlə işləyibdi, ancaq Ha, bədii əsərləri çox oxuyubdu. maşallah. O yüzden də biz ailədə 8 uşaq olmuşuq. O uşaqların hər birinə bədii kitabları oxutmağı, yəni ki, sevdirib bizə kitabları. Ne Biz güzel. elə öz tərəfimizdən kitabları sevmişik, oxumuşuq. Bir də baxdıq ki, orta məktəb illərində də, yəni orta məktəb dərsliklərində hansı ki, ədəbiyyat fənnindən bizə müəllim onu tədris eləyirdi. Yazırdı ki, bu kitabları oxuyun. Baxırdım ki, o kitabları oxumuşam artıq. Maşallah. Həm instituta qəbul olanda da Bakı Dövlət Universitetində oxumuşam. Orada da müəllim bizə seminar dərsləri hazırlaşanda deyirdi filan əsərləri tapın, oxuyun. Dünya ədəbiyyatı, xarici ədəbiyyatlar, Avropa ədəbiyyatı, Rus Sovet ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatından biz dərslər keçmişik. Yəni baxdım ki, kitabların çoxunu mən oxumuşam. Maşallah. O yüzden mən atama minnətdaram. Çok güzel. Bakın değerli izleyiciler, şimdi denk gelirseniz şuna dikkat edin. Mesela bir kitabı çıkar bir insanın, karşılaşırsınız. Der ki ben işte 50 yaşından sonra yazdım hocam bunu der ya da işte 50 yaşından 45'ten sonra yazdım. Bakın işte bu saatte de yazar olunuyor denir. Aslında eğer o kitap gerçekten iyiyse, yani eleştirmenler, tenkitçiler ona evet bu kitap güzel demişse o kitabın geçmişi en az 30 yıldır. Evet. Neden 30 yıldır, 40 yıldır? O okuyan bir insandır, araştıran, düşünen bir insandır. Uzun yıllardır da o birikiyordur içinde. Öyle pat diye 45. yaşında, 50. yaşında bir kitap ortaya çıkmaz. Onun için eğer çıkıyorsa bakın ki o kötüdür. Ben size net olarak söyleyeyim. Eğer iyiyse, elle tutulur bir yanı varsa onun geçmişi vardır. Bir kültür oluşmuştur. Bakın şimdi Azize Hanım ne dedi? Orta mektepten itibaren, ortaokuldan itibaren atandan yani babasından kalma ailede bu kitap okuma Evet. işleri Aklımdan önemsenmiş. Evet. Önemsenmiş. Ailede biz de şimdi ne öneriyoruz? Siz çocuklarınızla birlikte kitap günleri, kitap saatleri yaparsanız çocuğunuz da kitap okur. Siz elinize kumanda alırsanız, televizyonda kanal kanal gezerseniz çocuğa da hadi sen git kitabını oku, hadi sen git dersini çalış derseniz bu boş. Yani boş dibi delik bir sepete yumurta koymak gibi bir şeyler. Hepsi kırılır bunlar. Elədir, bəli. Değil mi? Öz tərəfindən gərək onu Öz sevəsən. tarafından. Kitabı özün sevəsən, Özel. oxuyasan, bu tamam başqa bir şeydir. Evet. Yəni o kitabların təsirindən də hardasa bir çıxış eləyəndə, danışanda da
o sinonimlər mənim köməyimə çatır. Yəni bir sözü 4-5 dəfə o formada işlətmək, onun məcazlarını işlətmək çox mənim köməyimə çatır yəni. Çok Bir güzel. sözü bir neçə formada işlətmək. O da bədii kitabları oxumaqdan irəli gəlir. Yani bu ne Güclü demektir? söz ehtiyatı olanda söz- yəni Söz birikiyor. şeir də gözəl yaranır. Söz hazinesi, söz hazinesi, kelime hazinesi güçleniyor. Hı. O nedenle de böyle 6 tane çok güzel şiir kitabı haline Hele geliyor. Bir düzdür. şiir okuyalım mı? Oxuyarıq. Mənim şeirlərimin əksəriyyəti vətənpərvərlik mövzusuna həsr olunubdur. Bilirsiniz ki, Azərbaycanda 30 ildən çox Qarabağ müharibəsi Tabii, getdi. tabii, tabii. Yəni o yüzden Qarabağımıza, işğal altında olan torpaqlarımıza, şəhidlərimizə, atalarımıza, analarımıza, ümumiyyətlə təbiət mövzusunda mənim şeirlərim çoxdur. Və üstəlik də mən baharda doğulsam da payız mövzusuna uyğun daha çox şeirlərim var. Şiirleriniz var. Yəni mənim bir kitabım 15-ci ildə çap olunmuşdu. Hardasa bir 10 il bundan əvvəl çap olunan kitabın adı Payız yağışıdır. Yazmışam ki orada. Necə də durudu pakdı, ağdı bu payız yağışı. Qəlbimin quraq yerinə yağdı bu payız yağışı. İnci, mirvari, darıdır. Göyün yerə ilqarıdır. Tanrının göz yaşlarıdır. Ahdı bu payız yağışı. Qıymadı ki ölməyimə, gəlib yetdi köməyimə. Duyğu olub ürəyimə axdı bu payız yağışı. Duyğu olub ürəyimə axdı bu payız yağışı. Yəni payızla bağlı şeirlər çoxdur. Burada da yenə var. Bir şeirimin də adı yəni payız yağışı. Sözə gəldim. Bu kitabımın adı da Yollar ömür kimidir. Bir kitabımın da adı Ürəyim qəm adası. Bir kitab da hazırlayıram. O kitabın adı olacaq Elə bir payız gəlib. Şeirin adı. Bir şeirim o addadır. Yəni o şeirdən bəhrələnib kitabın adı. Payızda çok şiirlerimiz Çox var. şeirli. 80-ə yaxın payız şeirlərim var. Hmm, Hardasa bir kitablıq şeirim var. maşallah. Deyirəm ki, Buyurun. yağan yağışları islada səni. Bulutlar bilələr bir ada səni. Gəzib tapmayalar dünyada səni. Payıza qoşulub çıxıb gedəsən. Onsuz da bezardı ruhum bu yerdən. Yalandan, kələkdən, böhtandan, şərdən. Bir fikir ağlıma gəlir ki hərdən. Qoşulub payıza çıxıb gedəsən. Güya ki tanımır bu yollar məni. Yavaş yaz qələmim, duyarlar məni. Yaxamı buraxmır xəyallar mənim. Payıza qoşulub çıxıb gedəsən. Daha bu şəhər də mənə dar gəlir. Günlər ötüşdükcə intizar gəlir. Xəzan keçib gedir, şaxta qar gəlir. Qoşulub payıza çıxıb gedəsən. Həsrətin həp kimi canımı yeyib. Payıza 3 aylıq qızılım deyib. Götürüb əyninə sarı don geyib. Qoşulub payıza çıxıb gedəsən. Yağmuru, çiskini, küləkləri ilə, durna qatarının lələkləri ilə, kövrək xəlalların bələkləri ilə qoşulub payıza çıxıb gedəsən. Qoşulub payıza çıxıb gedəsən. Ne güzel. Değerli izleyicilerim, bu arada haftalardır Azerbaycan Türkçesini sizlerle paylaşıyoruz. Yazarlarımız, şairlerimiz, sanatçılarımızla. Kulağınız aşina oldu diye düşünüyorum. Büyük ihtimalle dikkatli dinleyenler en az %80 anlıyordur diye düşünüyorum. Çünkü ben 2010'dan bu yana hep geldiğimden itibaren şu anda belki siz de farkındasınızdır bilmiyorum. Çok rahat her şeyi anlıyorum ve konuşabiliyorum da. Çok da yabancı yani bir yabancı dil gibi de zaten düşünmeyin Türkçe. Anadolu'da görev yapan ya da Anadolu'da ticaret yapan, Anadolu'ya sık giden, orada yaşayan insanlar da Anadolu Türkçesine baktığında aslında buradan çok da farklı olmadığını görür. Mesela zibil deriz biz, zibil dökme deriz mesela. Evet, evet. Zibil burada var mesela. Pisi var mesela, kedi, biz pisik falan deriz bilirsiniz. Evet. Dolayısıyla aslında neredeyse farklı bir kelime yok gibi. 6-7 tane bizde ters anlaşılan kelime var. Onlar da düzeliyor diye Evet, biliyorum. evet, Böyle bizde farklı anlama gelen, burada farklı anlama gelen kelimeler var. Ben biraz da bu yüzden Azerbaycan'a geldim. Bu çekimleri yapıyorum. Bu bağlarımızın daha da güçlenmesi, Türkçenin daha da güçlenmesi Bəli, için. bəli. Çox təşəkkür eləyirəm. Sizin elə
Bizim Şairə xanım Nazilə Gültaşla Evet. Gönül Körpüsü kitablarında Tabii bizim oradan da var. imzalarımız çap olunubdu. Mən Doğru. bu yüzden Nazilə xanıma da təşəkkür eləyirəm. Tabii Sizə də təşəkkür eləyirəm. onun Türk dünyasındakı bu edebiyat alanındakı çalışmalar yadsınamaz. Çok emekleri Bəli, var. bəli. Kazakistan'dan, Kırgızistan'dan, Bəli. Özbekistan'dan herkes de Nazilə xanım, bəli. tanır kendisini. Çox, çox. Sağ olsunlar. Dostumuz, arkadaşımız, Allah kömək sevdiğimiz bir olsun. insan. Şimdi peki projeler olarak önümüzdeki zaman içerisinde neler düşünüyorsun? E, Yani yeni tekrar bir şiir kitabı mı, yeni şiirler var Bəli. mı, hikaye falan durumları nasıldır? Yani neler Ədəbi düşünüyorsun? əlaqələrimiz genişdir, şükürlər olsun. Antologiyalar çap olunur. Elə Türkiyə-Azərbaycan əlaqələri antologiyalarımız da olur. Yəni tərcümələr olunur. Özbəkistanda tərcümə olunub, kitablarımız çıxıbdı, gətirib burada təqdimat eləyiblər Azərbaycan Yaşlar Birliyində. Hı hı. Elə Türkiyənin müxtəlif şəhərlərində bayaq dediyim kimi Nazilə xanımın o dostluq əlaqələri Könül Körpüsü nəticəsində Coşqun Qarabuludla əlaqədar işlədik. Biz o kitabda hardasa 12-15 nəfərin şeirləri çap olunmuşdu. O müəllifin də biri mən idim. İndi yenə də bizim şeirlərimiz Özbəkistanda tərcümə olunur. Orada antologiya çap olunacaq və burada onun görüşü təşkil olunur. Özümün də yeni şeir kitabımı hazırlayıram və hekayələr kitabımı hazırlayıram. Yəni yazılar çoxdur. Qarşıdakı illərdə çalışacağam ki, indiyə qədər çapa vermədiyim şeirlərimi, hekayələrimi, povestlərimi, müharibə mövzusunda yazdığım poemalarımı çapa verim. Onu da qeyd edeyim ki, bu yaxınlarda mən hardasa bir 6-ya yaxın şəhid mövzusuna müraciət elədim. Poemalarım yarandı. Evet. Bu poemalar da elə bil ki, bölgələrdə, mən rayonlarda görsən ki, çap olunur, Evet, yayınlanır. Yəni şəhidlərimiz haqqında o kitablarda hər kəsin imzası gedir. Mənim də imzam var həmin kitablarda. Bütün Azərbaycanda bilirsiniz ki, 30 illik müharibədə 3000-dən artıq şəhidimiz oldu. Allah rahmet eylesin. Biz o şəhidlərin imkanımız daxilində çalışırıq ki, onların hər birinə şeir yazaq. Hem şiir yazılsın hem de unutulmasın. Gelecek Bəli, mən kuşaklarda bu məsələn şehitlerin Murov neden Qartal olduğu adlı bilinsin. Murov Qartal adlı poemam çapa getdi o şəhid kitabında. Elnur Vəliyev haqqındadır. Bu kitabda da yenə də Evet. mənim elə bir ki, O zaman bir şiirimizle yavaş yavaş veda edelim. Deyəcəm, Programımızın da bəli, sonuna geldik. deyəcəm. Siz de bir şiirinizi buyurun. Və elə bir ki, yazdığım şəhid Oldu, haqqında deməli Toysuz qalan üzüklər adlı poemamdır. Onu da yazmışam, şəhidimiz haqqındadır və mənim öz evladım da, oğlum da bu Qarabağ müharibəsinin çətin anlarında hərbi xidmət keçibdi. Maşallah. İnsani hərbi xidmətdə oldu və 44 günlük müharibədə də onlar ehtiyatdaydılar. Yəni ki, bizim o qələbəyə yaxınlaşırdıq. 44 gündə biz müharibə qələbəni qazandıq, zəfər qazandıq. Yəni o da hazır idi ki, təkrar əsgərlikdən sonra təkrar yenə də döyüşə getsin, hazır şəkildə idi. Ancaq qələbə qazandıq. Çok Şükürlər çok olsun şükür. ki, Kazandık. mən oğlumun timsalında Galebe bitti. Mahmud Çok bəy, güzel mən savaş. oğlumun timsalında bütün əsgərlərimizə bir şeir yazmışdım. Buyurun. O şeir, yəni hazırda hərbi hissələrdə elə əzbər deyilir. Aşıqlarımız oxuyurlar. Ne güzel. Mən yazmışdım ki, evladıma, salam yuxusu qaçan, sən gərdə duran balam. Mənim də yuxum qaçıb, arzum, dayağım, qalam. Vətənin bir parçası, ürəyim, arzum, kamım, yanına tez gəlməyə hələ yoxdur imkanım. Burada payız da düşüb, orada qoru özünü, bax özünə yaxşı bax, yerə salma sözümü. Əynindəki o əskər geyimini sevmişəm, dilimdəki o əskər deyimini sevmişəm. Həsrətindən bilirsən, ürəyim dönüb telə, gözümü yolda qoyma, tez-tez evə zəng elə. Bizdən nigaran olma, xidmətini yaxşı çək, düşmənə zərbə vurub, ovla onları tək-tək. Məktubumda atanın, bacıların salamı, qonşu qız təbəssümlə salamlayır hamını. Yaxşı, gecə keçir, salamat qal, öpürəm, sərhəddə sayıq dayan. Mən yatmağa gedirəm. Mən yatmağa gedirəm. Bəli, elə oğulların sayəsində biz indi rahat yatırıq. Doğru, evet. Bir şehitlerimizin tabii bu bütün Türk coğrafyası, Anadolu'da, tüm İslam aleminde de böyle tabii. Şehitler olmasa biz akşam rahat uyuyamayacağız. O yüzden hepsine Allah Ruhları rahmet şad etsin olsun. Bəli. diyoruz ve konuk olduğun için teşekkür ediyorum. Çok teşekkür Aziz Zekiye ederim. kızım.
Sağ olun. Değerli Karavanla Sanat izleyicileri, bir programımızın daha sonuna geldik. Sanatla kalın, hoşça kalın. Mən də sizə təşəkkür eləyirəm öz növbəmdə bütün yazarlar adından, öz adımdan. Gəldiyiniz üçün təşəkkür eləyirəm. Proqramımıza uğurlar arzulayıram. Dinləyicilərə də təşəkkür edirəm ki, bizi dinlədilər. Sağ olun, var olun. Sağ olun.